Vaqif Nəsib, Omaroğlunun qayıtması, hekayə. Dedilər kəndə gəlir Omaroğlu. Tanıyanların içindən bir sazaq kimi keçdi bu xəbər. Bir-iki ağsaqqalısa elə silkələdi ki. Dəmirçi Abdulla əlini başının dalındakı şişə qoyub yerindəcə dondu. Ürəyindən bu sözlər keçdi, gicitkən kimi içini dalaya-dalaya. Nəyə gəlir bu sağ olmuş, başımızı yerə soxmağa mı? O ki kəndin başı bilən el atasıydı. Üstünə artırmayımı bəs ağılının, kəmalının üzümüzə lomba ilə tüpürməyə mi gəlir? Müsəllim kişi dəyirmanda eşitdi dəyirmançı Musa ilə qapının şirin yerində. Sözünü ağzında qoydu bu xəbər. Onun gözünə baxmaqdansa dəyirmanın boğazına deri düşüb ölü çıxmaq yaxşıdır, dedi. Sarı isələrin rəhimlinin başı daha çox əsməyə başladı. Elə bil bu xəbər qasırğaya dönüb başını silkələyirdi. Bu sinnimizdə belimizi qıracaq onun gəlişi. Namərdlik nə biçar şeymiş, hə Allah. Abdurrahim kişinin yorğanına qor doldurdu bu gəliş. Dedi, kaş o gələnə kimi canımı verib gedəydim elə çayın o tərəfinə qəbristana. Onsuz da deyəsən ələyim ələnib. Bircə qafarlı ləzgi Məhəmmədə kar eləmədi. Yerlər rahat idi onların. Nə bilmək olar, bəlkə o gecəsi qəbirləri od tutub yanacaqdı rəhmətliklərin. Paçtalyon Musaya tərs-tərs baxdılar qocalar. Bu xəbəri gətirdiyinə görə. Elə bil atalarını söymüşdü bu cıy-cıy paçtalyon. Bircə müsəllim çənəsinin altında bir də saldı ona. Qorxdu ki, birdən tapdığın əməl olar bu da. Bir dəfə tapdığını cinni tutturanda Omaroğlunu yadına salmışdı. Hələ bir hörmət də eləmişdi müsəllimi. Omaroğlu bir gün gəlib hərənizin imanınıza bir tula bağlayacaq. Özün gördün mü Musa? Gördüm. De canın üçün. Öz başım haqqı. Capt elədin mi? Bənə, gedim gəlməyib, itkin qafar qağamızın əziz canı üçün düz bir saat danışdıq. Danışdıq deyəndə ki, poçtun alt yanındakı bağda əyləşdik. Saçı saqqalı dumağdı. Danışmağa zad da yoxdur çox elə. Hərdən başını qaldırıb bir sual tullayırdı. Nə barədə? Biz də soruşub elədi mi? Yox, elə birinci külfətini xəbər aldı. Dedim, yaxşıdırlar, şükür. Nə demədin mi? Yox, hara deyirəm, cınqırımı çıxara bilmədim. Sonra nə cəp elədi? Məmmərzə kişini soruşdu. Məmmərzə hamdan kişi çıxdı, gənə sağ olsun. Özüm dedi, şenliyə gələcəyəm. Hə, dedi, bir-iki gün oradayam. Məmmərzə dedi, evdə eşikdə olsun. Qocaların dərdli, azarlı günləri başladı, nə başladı. Ev dustaq oldular, idarənin qabağına çıxıb, doyunca cəp eləyə bilmədilər o xəbər gələndən. Axır ki, gəlib çıxdı Omaroğlu. Maşını birbaşa Məmmərzə kişinin doqqazına sürdürdü. Məmmərzə kişi saç saqqalı çallaşmış, bircə gözləri əvvəlki kimi zəhmli qalmış, qaynına baxanda doluqsundu. İrəli yeriyib bərk-bərk qucaqladı. İkisinin də gözünü, seli suyu bir-birinə qarışdı. İkisi də dözümdə qaya parçası kimi şey idi. Bunu həyatın özü də sınamışdı, o ki var. İndi damlalar parçalayırdı bu saldaşları. Sonra Məmmərzə qapıdan içəri buraxmadı onu. Əlini döşünə qoyub işarə ilə biraz dur dedi. Özünü tövləyə verib 3-4 gün bağlı saxladığı qoçu irəli çəkib yıxdı. Qabağındakını necə adam olduğunu bildiyindən səsini çıxartmırdı Omaroğlu. Qoçu onun ayağı altında boğazlayanda yenə gözündən sel su axdı, saqqalına süzüldü. Bu o Məmmərzə idi ki, tutulmağından 2 saat keçməmiş dalınca çay çörək gətirmişdi. Məhkəmə olana kimi 4 yanında əsir-yesir olmuşdu. Söyüb qoyulayan da olmuşdu onu, su dalınca, çay dalınca göndərən də. Əl buyruqçusu olub əl çəkməmişdi Omaroğlunun həndəvərindən. Sonra ona isti tuman köynək, sırıqlı göndərmişdi. Hər ayda xərclik. Sədr olan vaxtı qamçısı kənd boyu şaqqıldayanda yeznəsi bu gözü tox Məmmərzə ondan heç nə ummamışdı. Verdiyi damazlıq düyəni zor güclə töyləsinə buraxmışdı. Bacısı canlı torpağa tapşırandan sonra da bu Məmmərzə kişi təzə arvad almamağı bir yana, onunla qohumluğu kəsməmişdi. İndi də budur. İçəri keçdilər. Lap başda cəvə üstə Omaroğluna yer hazırlamışdı Məmmərzə. Süfrə də açmışdı. Mütəkkəyə dirsəkilən, biraz naş doyulan, bu dəqiqə kebab hazır olacaq atam anam. Salam-çalam səssiz keçmişdi. İlk sözləri idi bu Məmmərzənin. Omaroğlu da heç fərqinə varmadı bunun. Şişləri gətirib fətirlə cəmə sıyırdı, özü də bardaş qurdu. Az-az, isti-isti yeyək deyirəm. Omaroğlu əl uzatmayıb ona baxdı. Kəpirətiv yenə idarənin altındadırmı? Nədir ki? Deyirəm, biraz boğazı da Bu sözlər nə hala saldı yazıq Məmmərzə kişini.
Boğazında qəhər düyün saldı, gözündə yaş. Özü qəsdən ortaya heç şey qoymamışdı. Bilirdi ki, Omaroğlu dilinə vuran deyil. Elə çoxsu onun üstə dalaşmadı mı bu sağ olmuş. İndi gör yazıq Omaroğlu zəhrimarsız çörək yeyə bilmirdi. Bu dəqiqə dərdin alım. Əlini taxtaya atıb başı xamırlı iki zoğal arağa çıxartdı. Omaroğlunun harda olduğu elə bil yadına indi düşdü. Əski para dərəsində olduğumu gör necə də yadımdan çıxarmışam. Daha heç nə demədi. Böyüklərə bu ağzı xamırlılardan cüyür ətindən həftə 8 yolladığını xatırladı. At görək, qorxuram əlim tutmayam. Fikir verdi, arağı görəndə əlləri əsirdi dağ boyda Omaroğlunun. Çappa stəkanları doldur. Bu balacalardan çal boğazı ıslanmaz. Vuruşdurdular. Stəkanı birinci başına çəkdi Omaroğlu. Əlinin əsməz zad uçub getdi. Məmmərzə kişi də içdi. İçdikcə bildi ki, neçə ildə birinci dəfədir ki, belə stəkanla zoğal arağı vurur. Kababdan ikicə tikə yedi Omaroğlu. Bir loxma da pendir dürməyə ötürdü. Bir də süzay yezinə görək. Bir stəkan içdi hər ikisi. Sonra stəkanını ağzı üstə qoydu Məmmərzə. Məndə o nəfəs hardandı dərdin alim. Bunu da söyündüyümdən heç bilmədim, haram içdim. Sən istəyirsən döşə. Mən bir çay qoyum deyirəm. Çəkotu çayım. Qoy sən Allah. Bunlar hamısı sən deyirsən yadıma düşür. Omaroğlunun hər sözü Məmmərzənin ürəyini kövrəldir, xamır kimi yoğururdu. Bu gözü tox, ağayana kişi, gör nə hala düşmüşdü sənin Allahın. Hələ sabah xəncəl pişirdəcəyəm, üstü cücəli. Sonra da öyünə elə ürəyinə istəsən. Omaroğlu fikrə getmişdi. Saçı çal kişi elə bil Qazanca dağının, otağın küncündə balaca qəlibi idi. Məmmərzə kişi onun dağdan ağır fikrini bilirdi. İndi qorxurdu ki, sualların ağzı açıla. Nə cavab versin, ürəkəcə nə desin bu beçərəyə? Birazdan Qazanca dağı hərəkətə gəldi. Bir stəkan götürdü. Bu məni heç tərpədib eləmir. Yerindədir canın üçün. Söndürə bilmirəm quru dərədən içimdə başlayıb, indi qov kimi tüstülənən bu yanğını. Çay içib bir yatın bəlkə. Çəkotu çayından sonra yerdəcə mütəkkəyə baş qoyub yatdı Omaroğlu. O yanına kimi heç bilmədi nə götür qoy eləsin Məmmərzə. Görəsən şenliyə düşmək istəyəcəkmi? Nədir fikri zadı? Həmişəlik mi gəlib kəndə? Birazdan onun səsi gəldi. Ay iznə, o ağzı xamırlıdan ver görüm, biraz da şor dürməyim. İtburnu suyu da var. Ondan necə? Və bayaqdan niyə düzmürsən ortaya? Bəri ver. Atın zadın var mı? Atı neynirsən? Deyirəm sabah birinci banda bir atlanaq səninlə dağa daşa baş çəkmək istəyirəm. Daha demədi ki, bu neçə il elə hey bu yerlərin eşqi ilə yaşamışdı. Meşələr, talalar, bulaqlar gözünün qabağından getməmişdi. Hələ neçə dəfə yuxusuna da girib onu şeytan kimi aldatmışdı. Ata nə var asaq olmuş, bir ilxi taparıq. Kənddə çoxdur maraq çəkən. Nədir ki, var hə? 5-10 dənə al yığ başımın altına. Hasan şeydə o dərdin alim. Ağlındadır ay izinə, o dilimə vurmadığım. O köpək olağım Aliyev, o köpək oğlu. Omaroğlunun fikri neçə sənə geri adlamışdı yenə. Sədr olduğu vaxtlara. Rayon rəhbərlərinin sevimli yeri idi əski para dərəsi. İstəkli sədrləri idi Omaroğlu. Hamısının gəlişini toy bayram eləyirdi. Yaxşı məclis qururdu şərəflərinə. Bircə zəngçiləri ilə nə lazım oldu göndərirdi. Dostlarının odunu, kömürü, əvəliyi, qurudu, çəkotusu, zoğal arağı, votal pendiri əski parada bağlanıb gedirdi. Hələ cüyür vurdurub göndərməyə oyanan. Onun çörəyini can rahatlığı ilə yeyirdilər. Bilirdilər ki, cəmaatın boğazından kəsib vermir Omaroğlu. Hamı başını and içir bu el ağsaqqalının. İşləri yaxşı qurub cəmaatı dolandırır. Bir də adamlar özü çalışqan yer, özü axar-baxarlı idi. Yoldaş Süleymanov özü də Omaroğlunun süfrəsində oturmaqdan çəkinməzdi. Bilirdi ki, başda bu kişi olmaqla əski para dərəsinin adamlarına ziyan gələn deyil. Hər gələndə Omaroğluya maşından zaddan verir, kəndə biraz da əl tuturdu. Bircə Ağmalıyevin gəlişi açmırdı onu. Üzündən gözündən kəm fürsətlik yağan, ayağını nərdivanın yuxarısına qoyub hamıya meydan oxuyan prokurorun hər şenliyə gələndə bir-iki dəfə çərtməsi olmazdı onun. Bu dərəyə ovdan ova yolu düşərdi Ağmalıyevin. Həmişə də başının dəstəsi ilə tanımadığı adamların yanında Omaroğluya sataşardı çatan kimi. Salam ay ayrım, necəsən hə?
Sonra üzünü qonaqlarına tutub ayrımların zırramalığından gülməcələr danışardı. Daha içsən dəli də yoxdur, içəcəksən ayrım. Omaroğluya elə bil sillə vurdular. Yenə heç cınqırını çıxarmadı. Götür, görək sənə nə kar eləyəcək. Maşallah, ay kimi şeysən, iç görək. Qonaqlar gülüşdülər. Omaroğluya bir tərs sillə də dəydi. Nə desin bu məssəb sizə? Ditərpən görək. Yaxşı, kefimizə soğan doğramam. İçməyəcəyim, atamı gör haqqı. Yıxıb boğazına tökəcəyik. Elə şey eləməzsən. Durun görək. Ağamalıyevin işarəsi ilə sürücü ilə işçilərindən biri Omaroğlunun üstünə cumdular. Yaxın gəlməyin, hərənizi bir dərəyə salb eləyərəm. Dediyi kimi də elədi. İtələyib yıxdı qolundan tutanları. Ağamalıyev bilmirdi neyləsin. Əvvəl istədi, naqanını çəkib qorxutsun, fikirləşdi ki, Süleymanovun qulağına çatar. Qabağındakı ayrım olanda nə olar? Kolxozun sədridir. Fikrindən vaz keçib dedi, getdik, oturun yolda Şahniyarov. Gədə süfrəsi belə olar. Bu söz Omaroğlunu Novruz yumurtası kimi qıpqırmızı elədi. Bir istədi, dəli şeytanı lənətləyib, diş ilə dilini kəsdi. Maşına doluşub getdilər. Süfrənin başında tək qoydular kabab çəkməkdən üst başı his qoxuyan Omaroğlunu. Hələ maşın tərpənəndə qulağı bir söz də çaldı. Ayrım köpək oğlu. Sözü, söhbəti hədə qorxu tutub damlamaq idi elə. Hər dəfə də məclisin axırında güya ki, Omaroğluya xoş söz deyərdi. Salamat qala, ayrım. Səndən də şikayət zat gəlir. Atını biraz yavaş səyird. Gəlib bizim tövləyə girməsin. Omaroğlu öyrənmişdi ki, dədəsi də mərdiməzar olub bu tula yosununun. Onu bunu qapmaqla ömür sürüb. Deyirdi, yenə hər kimdir süfrəsində çörək kəsir. Hər üzünə dözmək lazımdır. Yəqin o da basıb keçməz loxmanı. Axır ki, düşünüşdülər. Bu barədə çoxdan dalağı sancımışdı sədrin. Bilirdi ki, ha bu üzünü vurduqca, o birini çevirsə də, yenə axırda bir hoqqa çıxaracaq Ağamalıyev. Bir gün əziz qonaqların yerində başını yerə soxdu onun. Qonaqların biri keyfi kökələndən sonra Omaroğlunun içmədiyini gördü, dedi, gərəksə, tərs damarı tutmuşdu, nə tutmuşdu? Ha başa saldılar ki, bu kişi ömründə dilinə vurmayıb, inadından əl çəkmədi. Omaroğlu yazıq özü də bir ağız danışdı. Sizin əziz başınız üstün. Deyin, gedin bu saat qazancının başından qar gətir, yürüm. O dilimə dəysə ustalaram. Biz içib ölmürük ki, sən də öləsən, iç öyrən. Yoxsa dünyanın kefindən geri qalırsan. Yer-yerdən qışqırdılar. Əla sözdür. Əvvəl Omaroğlunun içməyinə baş qoşmayın Ağamalıyev qonağının tutulduğunu görüb çobudluğunu, gədəliyini işə saldı. Artıq bütün kənd bilirdi Omaroğlu gəlib. Məmmərzə gildədir. Dəmirçi Abdullah içəri girəndə Sayalı onun gözünə baxmayıb çıxdı. Kişi gördü ki, günün günorta çağı arvad özünü tövləyə verdi. Nə iş olardı ki, indi oralıq? Ağlı bir şey kəsmədi. Birdən kişi ayılan kimi oldu. Elə bil başına qaynar su tökdülər. Bilir gəldiyini. Şenliyi dağıdır bu xəbər. Eşitməyə nə var ki? Yüngülləşsin deyə tövləyə gəldi. Sayalının gözləri qıpqırmızı idi. Onu görəndə üzünü donunun ətəyi ilə bir də sildi. Abdullah boğla-boğla dilləndi. Nədir? Nə ağlaşma salıbsın, nə mərəkədir? Nə olacaq? Heç nə, kül məni başıma. Başına niyə küllüyürsə, nə olub axı? Bundan böyük nə olacaqdı? Gəlib çıxıb. Gözünün suyu axdı yenə. Və bilmirdimmi bir gün gələcək? Bilirdim. Ancaq o sevdaya düşdüyüm günə daş yağaydı. Özü də qaradaş. Və pəhlivan kimi bir oğlun oldu. Niyə daş yağdırırsan? Bir pəhlivan da sənsən. Arı yeyib, namusu da belinizə bağladınız. Elə bil, yarasının gözü indi qopmuşdu arvadın. Dəmirçi Abdullah'ın körüyünü bastılar elə bil. Od götürdü kişini. Kiri, bilsəydim aparıb sümüyümü it sümüyünə calamazdım. Buna bax, buna. Təzədən qeyrətə gəlib. İndi nə cür toy saldıracaqsın Səlvinaza? İkicə gün qalıb. Eşidib bilməyəcək mi, dədəsi sən deyilsən. Toyda çaldıracağım, əri də verəcəyəm. Səlvinaza dədəliyi mən eləmişəm. Hələ bir gör oğlan tərəf nə deyir. Onlar indi eşidib yəqin. Heç nə deməzlər. Deyərlər geri qaydar nişanları. Bura bax, olmaya təzdən geri qayıtmaq istəyirsən. Bu dəfə Sayalını od götürdü. Mənim bircə çatım əskikdir. Yerimə kim olsa inəyinin çatısını açıb boğazına keçirər. Abdullah yumşaldı. Fikir zad eləmə. Get tədarükünü gör. Omaroğlu daydıq deyil. Gəldiyi kimi çıxıb da gedəcək.
Səhər o başdan Məmmərzə ilə Omaroğlu Coğazın o tayında at üstə idilər. Məmmərzə görürdü ki, kişi at sürməyi yadırğayıb eləməyib. Gəlsənə dəyişək atları. Dedim, yadırğamış olarsan. Yorğasını sana verdim. Səninki alapaca atlardı, bilirəm. İstəməz. Bu saat elə mənə yorğa at lazımdır. Yavaş-yavaş getsin. Yadıma salın bir doyunca olub keçəni. Doğrudan da Omaroğlu at üstündə özündə değildi. Elə hey gözü orada burada, fikri Aladağda, Qaradağdaydı. Noylu bulağa çatanda dilləndi Omaroğlu. Buraydı o yer, Köppay oğlu Amalıyev. Onlar acıq eləyib gedəndən bir həftə sonra Məzəmli Abbas qulunu tutdular bazarda bir xurcun zoğal arağıyla. Ağamalıyev buraxdırıb demişdi. Apar ver, bunların hamısını içsin Omaroğlu. Qurtaran kimi xəbər göndərsin. Bu xəbərdarlıq edim. İstədi araya ağsaqqal salıb barışsın o mərdimazarla. Papağını qabağına qoyub fikirləşdi ki, yox. Onda gərək sonra Ağamalıyevin əl tulası olsun. Həm də o qədər söyüşdən sonra bə qeyrəti harda gizləyib barışaydı. Başladı işini ehtiyatlı tutmağa, yağa ələ verməməyə. Çox ümid idi ki, günlərin bir günü Ağamalıyev yenə ova gələcək. Ona ağız dolusu bir yekə ayrım deyib barışacaqdı. Sonralar Ağamalıyevdən səs soraq çıxmadı. Nə onun adını çəkdi, nə də dəyib dolaşdı. Axır ki, o qıtlıq ili, o acılıq ili. Başqa əlacı yox idi Omaroğlunun. Kənd əldən gedə bilərdi. Cəmaatı hara qıra bilərdi. Başına yığdı ağsaqqalları. Müsəllimi, Abdullanı, Əbdurrəhmanı, Hasanı, Qafarı, Ləzgi, Məhəmmədi, kəndin qaymağını dedi. Ay kişilər, sizə məsləhət eləyirəm. Nə desəniz, necə buyursanız el olacaq. Ambarın dibindəki ilə bir təhər kəndi yaza çıxardacağam. Sonrası üçün artıq yer əkmək istəyirəm. Biraz tutun yerindən, xeyli də xam, dəmiyə yerdən. Cəmaatın yeməyi üçün. Nə deyirsiniz? Amma gərək əvvəl aramızdan kəndə çıxmaya, sonra da kənddən çıxmaya bu xəbər. Çox bəyəndilər Omaroğlunun təklifini. Bilirdilər, el üçün eləyir bunu. Şenlik üçün eləyir. 100 hektar artıq yer əkdirdi Omaroğlu. 100 hektar. Cəmaatı çıxardı o pis ildən. Qonşu kəndlər də əski paranın çörəyini yedi o vaxtlar. Dağ boyda kişini maşına basdılar cəmaatın gözü qabağında. Ağamalıyev özü gəlmişdi kəndə. Kim demişdi, kim xəbər vermişdi görəsən? Məhkəmədə şahid durdular Müsəllim kişi, Abdullah, Hasan, Əbdurrəhman, Qafar, Ləzgi, Məhəmməd. Dedilər düzdür, artıq yer əkdirib Omaroğlu. Ona son söz verəndə baxıb şahidləri görmədi. Kənd adamlarından da heç kəs yox idi zalda. Bircə Məmmərzə sırıqlısına büzüşüb ona baxırdı. Tüpürməyə bir üz tapmadı Omaroğlu. Evini, əmlakını müsadirə elədilər. Xəstəxana oldu mülkü. Arvadı, körpə qızı ilə atası evinə köçdü. Sonra da Abdullaya getdi, Dəmirçi Abdullaya. 25 il ömrünü çürütmək istəmədi sayalı. 25 ilə kim ölə kim qala dedi Abdullah. Dağı daşı əldən saldılar Məmmərzə ilə Omaroğlu. Axır gəlib Çorolu qayasının üstə durdular. Kəndin evləri ovud içində idi buradan. Durbinlə baxan həyətdəkilər də keçərdi lap. Dərin bir kök sötürdü Omaroğlu. Bunu nə demək olduğunu başa düşdü yeznəsi. Ahın dağlara, daşlara. Ay gidi dünya, ölməyib gəlib əski para dərəsini bir də gördük. İnsanın canı it canıdır, canın üçün. Əvvəl deyirdim partlamaya düşəcəyəm. Birdən-birə gözünə baxdı Məmmərzə kişinin. Neçə gündür ki, gözündən qaçan gözləri yaxaladı yaxşıca. Demək heç bir il məni gözləmədi o suyuq badamın qızı. Məmmərzə kişi gördü ki, hamısını bilir Omaroğlu. Biraz yüngülləşən kimi oldu. Arvad xaylağını, çətni tabı ha yox da tamanam. Gedib. Köpək oğulluğu, o sıpa oğlu sıpa gərək eləməyəydi. Bəs Səlvi necədir Səlvi? Omaroğlu gedəndə 3 yaşına yenicə girmişdi Səlvinaz. Yenicə şeytanlaşırdı ki, bu sözləri deyəndə səsi çallaşdı Omaroğlunun. Məmmərzə başa düşdü ki, balasından ötürü burnunun ucu göynəyir onun. Hər şeyi açıb demək qərarına gəldi. Maşallah olsun, ceyrandır ceyran. Dədəsinə çəkib sümüyü irillikdə, şişirlikdə. 2 günə toydu özü də. Sestralığı qurtarıb doktordu Səlvinaz. Nişanlısı da agronomdu. Omaroğlunu dik attırdı bu xəbər. Elə kövrəldi ki, gözünün yaşı yerə damcıladı. Səlvinazı körpə kimi gördü yazıq, körpə ərə gedirdindi bu ciddi dünyada. Maşallah olsun, bir oğlandı ki nişanlısı. Başı ant yeri olub 1-2 ildə. Musa Köyül dəsli. Bugün sabah sədr seçəcəklər. Bir xeyli sonra Omaroğlu biraz da çallaşmış səsiyle soruşdu.
Toyuna vaxtı. Birisi gün. Mən Səlvini necə görə bilərəm? Çağırmaq olarmı bir yerə? Danışam gəlsin Cicinggilə. Lazım deyil. Kənd xəstəxanasına gedəsən gərək. Bir də toyuna görə işə çıxmır ha. Məmmərdə kişi indi başa düşdü ki, Səlvinaza görə kəndə gəlib Omaroğlu. Qara zurnanın səsi kəndin hansı tərəfində desən gedib çatırdı. O başdan içməyə başlamışdı Omaroğlu. Böyründə oturmuşdu Məmmərdə. Toyun səsi gələndə gözü Omaroğlunda idi Məmmərcənin. Ha baxırdısa ağlına bir şey gətirə bilmirdi. Bilmirdi nə çəkir Omaroğlu. Bir onu görürdü ki, hər hava kəsiləndə 100 qramlıq künclü rumka ilə araq içir. Qorxurdu partlamaya düşər yazıq kişi. Birdən səs gəldi dirlik tərəfdən. Bu səs heç Məmmərcəyə də tanış değildi. Qonaq istəmirsinizmi Allah qonağı? Omaroğlu özünü yığışdırdı. Məmmərcə eşiyə xoşbeşə çıxdı. Gələni ha çalışdısa tanıya bilmədi. Yaxşı ki tanışlıq verdi Suyuşirin. Orta boy, orta yaş kişi. Musa Köylü Yusufam. İsmailin dədəsi. Nə var, nə yox? Tanış olaq bir. Agronom İsmailin atası idi Təzəbəyin. Görəsə niyə gəlmişdi özü də tək tanha. İçəri gəl, xoş gəlib, səfa gətirmirsən. Keç. Tanış ol, Omaroğluyla da. Omaroğlu ayağa durub 2.50 görüşdü gələnlə. İçməyi heç bilinib eləmirdi. Elə bil başı xamırlılardan yox, sənəkdən doldurub alı bulağını suyundan içirmiş. O da fikirləşdi ki, kimdir görəsən bu gələn? Nə gəzir belə? Ağrın alım, Omaroğlu. Yaxşı deyiblər, igidin adını eşit, üzünü görmə. Üzümə salıb gəldim ki, üzünü də görəm. Çox eşitmişdim haqqında. Məndən nə igid? İndinin igidləri cavanlardır. Omaroğlu fürsət tapıb Məmmərcəyə baxdı ki, bəlkə o gözlə qaşla qandıra kimdir bu belə? Məmmərcə başa düşdü o saat. Bizim agronomun atasıdır, gəlib cap eləməyə. Hər şey aydın oldu. Qudası demək. Yaman pis oldu Omaroğlu. İşə bax gör. Sənin Allahın bircə yadigarı Səlvinin toyunda da qıraqda qalıb. Balasının xeyir işini də görə bilmir. 2 addımlıqdan. Hə, lap yaxşı. Bə xeyir ola belə. Kişi bir xeyli sözünü yığa bilmədi, sonra elə nə cür gəldi, çəkələdi. Gəlmişəm, xeyir dua verəsən. Hər halda el bilir gəlinimizin atası Omaroğludur. Omaroğlu yaxşı başa düşdü bu gəlişin məqsədini. Qorxurmuşlar toya gəlib çıxar birdən xeyir duasını buradaca alıb yolunu çəpərləmək istəyirlər. Odur ki, bozardı. Sizə qızı mən ha verməmişəm, xeyir dua istəyirsiniz. Kimə elçi düşmüsünüz, o da versin. Daha heç nə deməyib baş otağa keçdi. Yusif kişinin pərtliyini görüb, yazıq Məmmərcə əl-ayağa düşdü. Fikir vermə, dərdin alim. Ağırdıdan onun üçündə. Gedin şadyanalıqla toyunuzu eləyin. Allah xeyirlərini versin, oğullu qızlı olsunlar. Kişi dil ağız eləyib getdi. Toy evində iynə üstə oturmuşdu ağsaqqalların çoxu. İynə üstə dəmirçi Abdullanın qulağı səsdə, ürəyi səksəkədə idi. Bir dəqiqə, bir il kimi gəlirdi ona. Sayalının rəngi rufu özündə deyildi. Dəqiqədə bir gözünün qorasını sıxırdı. Müsəllim kişi özünü vermişdi Hasanın böyrünə. Hər ikisi üzü alaqapıya tərəf oturmuşdu ki, içəri girəni birinci görsünlər. Evində Əbdurrahmanın yastığı biraz da ağırlaşmışdı. Qızların dövrəsində olan Səlvinaz bacalığından hərdən soruşurdu. Dədəm kişim, gözümə bir cür görünür. Elə bil damazlıq inəkləri ölüb. Hər şey bilən bacılığı qızı azdırırdı. Səni kimi dünya gözəli köçürürlər. Nə zarafatdır. Toyun şirin yeri idi. Gəlin tərpədən hava çalırdılar. Səlvinazı oynamağa çıxardırdılar. Birdən Alasay Temi alaqapının ağzında göründü. Omaroğlu gəlir, Omaroğlu! Toy əhlinin üstə su ələndi elə bil. Səlvinaz mat qaldı. Nə oldu adamlara görəsən? İstər-istəməz hamı kimi o da alaqapıya baxdı. Birazdan ağ saçları pırtlaşıq, uca boy nəhəng bir adam göründü. Hiss olunurdu ki, xeyli içib. Addımlarını sərrast atmırdı ancaq. Onun görünməyi ilə zurnanın balabanın səsinin batmağı da bir oldu. Yavaş-yavaş irəli gəldi. Səlvinaz anasının bu adı eşidən kimi tövlə tərəfə qaçdığından nə sanladı, atası meydə oxşayırdı. Omaroğlu gəlib müsəllimlə Hasanın qabağında durdu. Camaat hamı başını yerə dikmişdi, içi onlar qarışıq. Qocalar xeyli süzdüyü başlarını qaldırmadıklarını görüb Abdullanın qənşərinə gəldi. Abdullanın da başı əyilib qalxmadı ki, qalxmadı. Bir xeyli də onun qabağında durandan sonra qızlar əhatəsindəki Səlvinaza doğru irəlilədi. Bayaqdan hamını susturan bu adamın ona tərəf gəlməyi Səlvinazı qorxutdu. Yaxşı ki, bacılığının səsi köməyinə çatdı. Qorxu beləmə, yaxşı adamdır bu, həm də qohumundur.
Omaroğlu qızın düz qənşərində durub gözlərinə baxdı. İndi onun yadındakı bu qabağında duran iri qamətli xanım xatın ərlik qız deyildi ki. Şeytanlığı yeni başlayan, dəqiqədə bir baba mənim deyən körpə idi. Gözlər həmin gözlər idi. Gözlər dəyişmir ha, böyümür ha, həmən qalır. Adamlar böyüyür, qocalır. Qızı qucaqlayıb bərk-bərk bağrına bastı Omaroğlu. Səlvinas hiss elədi ki, üz gözü suya batdı, isindi. Camaat görməsin deyə gözlərini onun üzü ilə, saçı ilə quruladı Omaroğlu. Sonra cibindən iri brilyant qaşlı bir üzük çıxarıb onun barmağına taxdı. Bu məmmərzə kişidə qalmış saxlancın ən qiymətlisi idi. Bu mənim Səlvi balama hədiyyəm. Bu sözləri xırıldaya dedi. Qız barmağındakı bahalı üzüyə, qabağındakı yavaş-yavaş qanı qaynadığı kişiyə baxıb heç nə başa düşmürdü. Omaroğlu üzünü zurnaçılara tutdu. Bir sümüyə düşən hava çalın. Səlvi balamla oynayacağam. Zurnanın səsi eşidildi. Omaroğlu Səlvinazla süzməyə başladı. Yavaş-yavaş başlar qalxırdı. Səlvinazı yerinə ötürəndə dedi Omaroğlu. Bundan sonra bir dərdim olmayacaq, dərdin alim. Çıxdı getdi Omaroğlu. Əvvəl toydan, sonra da kənddən. Onu yola salıb məmmərzə kişi toya gəldi. Gördü vur çatlasındı yenə. Heç elə bil Omaroğlu gəlib getməyib. Yenicə əyləşib loxmaya el atırdı ki, zurnaçılar dedilər. Çalmayın görək. Qızın anası özündən gedib, halı pisdir.